Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Respublika rəhbəri Ramazan Abdulətipov Xalq Təsərrüfatı İnstitutunda keçmiş strateji sessiyada iştirak edib. Tədbir Respublikanın inkişafı üzrə önəmli layihələrin tətbiqinə həsr olunurdu. Ramazan Abdulətipov Respublikanın inkişaf layihələrinin tətbiqinə dövlət strukturları ilə yanaşı biznes strukturunda qoşulması zəruriliyini vurğulayıb. Onun sözləri ilə bu necə ki iqtisadi, eləcə də mədəni məkanda irəliləyiş deməkdir. Dağıstan Dövlət Universitetində Beynəlxalq Gənclər Təşkilatı və Respublikanın Gənclərlə İş Nazirliyi arasında üçtərəfli əməkdaşlıq barədə sənəd imzalanıb. Dağıstan Pedaqoji Kadrların İxtisasını Artırma İnstitutunda doğulduğu gündən məktəbə qədər proqramı bazasında federal dövlət məktəbə qədər təhsil standartlarının yeridilməsi üzrə aprobasiya və təlim metodiki məsələlərə həsr olunmuş seminar keçib. Doğulduğu gündən məktəbə qədər proqramı məktəbə qədər təhsil üzrə federal dövlət təhsil standartlarının əsasları üzərində işlənib və məktəbə qədər təhsil müəssisələrində əsas tədris proqramlarının formalaşmasında istifadə olunur. 200-dən artıq məktəbə qədər təhsil müəssisəsi nümayəndəsinin iştirak etdiyi seminarda vurğulanıb ki, 2015-ci il sentyabr ayının 1-dən etibarən bütün məktəbə qədər müəssisələr federal dövlət təhsil standartlarına keçməlidir. Bu əlaqədə hər bir uşaq bağçası standartlara müvafiq olaraq proqram işləyib hazırlamalıdır. Respublikanın Əmək və Sosial Tərəqqi Nazirliyi qeyri-dövlət təşkilatları üçün əhaliyə sosial xidmət əsasları üzrə seminar keçirəcək. Fevral ayının 12-sinə müəyyən edilmiş bu seminarın Rusiya Federasiyasında vətəndaşlara sosial xidmətin əsasları barədə 442 nömrəli federal qanunun tətbiqi çərçivəsində qeyri-dövlət təşkilatları, sahibkarlar, xeyriyyəçi və könüllülər tərəfindən göstərilən sosial xidmətin inkişafı mövzusunda keçəcəyi planlaşdırılır. Müvafiq təşkilatların nümayəndələri tədbirə dəvət olunur. Respublika hökumətinin sədri Abdusəməd Həmidovun rəhbərliyi altında keçmiş müşavirədə operativ olaraq anti-böhran tədbirlər proqramının qəbulu gərəkliyi müzakirə olunub. Burada necə ki, aqrosənaye kompleksi və sənayedə xarici istehsal məhsullarının əvəz edilməsi, respublika zavodlarında dövlət müdafiə sifarişlərinin yerləşdirilməsi də diqqət mərkəzində durub. Dağıstan Parlamentinin spikeri Xizri Şıxsəyidov dövlət kütləvi məlumat vasitələrinin rəhbərləri ilə görüş gedişində Respublika Xalq Yığıncağının fəaliyyətini müntəzəm işıqlandırmaq, gərəkli məlumatı vətəndaşların diqqətini yitirmək barədə söhbət aparıb. Tədbirdə Xalq Yığıncağı sədrinin birinci müavini Yuri Levitski, fraksiya rəhbərləri iştirak etmişlər. Maraqlı söhbət əsnasında kütləvi məlumat vasitələrinin nümayəndələri onları maraqlandıran suallara da cavab aramışlar. Yekunda daha sıx informasiya əməkdaşlığı barədə razılığa gəlinib. Cənubi Dağıstanda hepatit virusu baş qaldırıb. Dərbəndin mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yalnız Dərbənd və Dağıstanski Aqni şəhərlərindən Gecux kəndindən hepatit virusuna yoluxmuş. Sıravi dildə desək, sarılıq xəstəliyinə tutulmuş 50-yə yaxın adam yerləşdirilib. Xəstəxanaya gətirilmiş uşaqların valideynləri epidemiyanın içməli suyun keyfiyyəti ilə əlaqədar olduğunu təkid edir. Yerli sanitar epidemioloji stansiyada bu məlumat təsdiqlənib. Bununla belə, ekspertlər yalnız laborator müayinədən sonra virusun yoluxma səbəblərini aşkarlayacağını bildirir. Bu əlaqədə Respublika Hökuməti sədrinin birinci müavini Anatoliy Karibovun sədrliyi altında sanitar epidemiyaya qarşı komissiyanın təcili müşavirəsi keçirilib. Tədbir iştirakçıları yaranmış vəziyyət ətrafında fikir mübadiləsi yürütmüş, hepatit mənbəsinin ləğvi üzrə təkliflər irəli sürmüşlər. Müşavirəyə yekun vuran Karibov tezliklə hepatit virusunun yayıldığı ərazilərdə infeksiyaya qarşı kompleks tədbirlərin tətbiqini tələb edib. Fevral ayının 6-sından start götürmüş Respublika Doğma Dillər Festivalı cari ilin noyabr ayına dək davam edəcək. Festival Milli Siyasət Nazirliyi tərəfindən təsis edilib, Mətbuat, Elm və Təhsil, Mədəniyyət, Gənclər Siyasəti Nazirlikləri, eləcə də Rusiya Elmlər Akademiyası, Dağıstan Elmi Mərkəzi, Taxagoydi adına Dağıstan Elmi Tədqiqat Pedaqogika İnstitutu, Pedaqoji Kadrların İxtisasını Artırma İnstitutu, Dağıstan Yazıçılar və Jurnalistlər İttifaqları, Rəsul Həmzətov adına Milli Kitabxana, Respublikanın ali təhsil müəssisələri də tədbir
tədbirin təşkilatçıları kimi çıxış edir. Festivalın keçirilməsində Dağıstan xalqlarının dil və mədəni özünü identifikasiyasının qorunub saxlanması, ictimaiyyətin diqqətini doğma dillərin qorunması probleminə cəlb etmək, şəxsiyyətdə ümumi mədəniyyətin formalaşmasında doğma dilin rolunun təbliği məqsədləri güdülür. Şəxsiyyətdə doğma dili və digər xalqların dillərinin öyrənməsinə, doğma dilin mədəni irsin ayrılmaz hissəsi kimi qorunmasına həvəs oyatmaq festivalın qarşıya qoyduğu əsas tapşırıqlardandır. Respublika Doğma Dillər Festivalının fevral ayından noyabr ayına da keçirilməsi üzərinə qayıdaraq qeyd edək ki, fevral ayının 21-i Beynəlxalq Doğma Dil Günü kimi əlamətdardır. Noyabr ayının 20-sində isə Dağıstanın Milli Siyasət Nazirliyi yubileyini qeyd edəcək. Rusiya Federasiyası Komünist Partiyasının lideri Gennadiy Zyuganov iş səfəri ilə qonşu Azərbaycan Respublikasındadır. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra Slavyan Universitetinə baş çəkib, yerli Rus icmasının mədəni həyatı ilə tanışlıq əldə edib. Gennadiy Zyuganov Rusiyanın Ukraynada baş verməkdə olan hadisələrə münasibəti ətrafında da geniş məlumatla çıxış edib. Siz son xəbərləri dinlədiniz.